fikrə zərbə vurdu ki, yəni insanlar da üzvü maddə ala bilərlər. Bu fikrə zərbə vuruldu. Ondan sonra üzvüdə bir dənə karbamid deyə bir maddə var. Kimyavi adı karbamiddir. Biologiyanın hazırlaşanlar sidik cövhəri deyə tanıdıqları bir maddədir. Yəqin eşitmişsiniz bu sözü. O maddə üzvü maddədir. Amma o maddənin alınması qeyri-üzvü maddələrdən alınır karbamid. Amonyak qeyri-üzvü maddədir. Karbon 12 bu da qeyri-üzvü maddədir. Amonyakın üstə karbon 12 gəlir. Bu maddəni alır. CO, NH2-dən 2 dənə. Üzərinə gələk su. Bax, bu reaksiyadan görürsünüz qeyri-üzvü maddədən üzvü maddə alırlar. Burada bu fikrə də zərbə vuruldu ki, yəni qeyri-üzvüdən üzvü maddə almaq olmazmış. O fikrə zərbə vuruldu və gördülər ki, o da mümkündür. Yəni hər hansı bir qeyri-üzvü maddədən üzvü maddə ala bilmək mümkün imiş və yaxud da bir üzvüdən qeyri-üzvü almaq mümkün imiş. Bundan sonra artıq üzvü kimyanın inkişafı çox böyük vüsət aldı. Bilirsiniz nə yoxşuyur uşaqlar? Elə bil ki, elm, texnika inkişaf edib müəyyən bir səviyyəyə gəlib çatır. Üzvü kimyada heç girilməmiş bir koldur da, başa düşdünüz məni? Asanlıqla insanlar, alimlər, elə bir kobud desə, elə bir daraşdırar üzvü kimyada. Başlanıldı sürətlə üzvü kimya inkişaf eləməyə, yeni maddələr alınmağa belə. Və böyük bir sürətlə inkişaf elədi üzvü maddələr. Bundan sonra, elə bir hər bir alim də kəşf elədiyi üzvü maddəyə təyinatı nöqtəsinə görə ad qoyurdu da. Məsələn, nədən alıb və yaxud da məişətdə nədə istifadə olunur, qədimdən nə maddəsi kimi tanınır, belə bir tarixi adlar qoyurdular. Məsələn, nə bilim, yadımda qalan bir iki şeydir. Məsələn, biz sirkə turşusu deyirik də. Sirkə turşusu bildiyimiz sirkə var, onun tərkibidir. Evlərimizdə işlətdiyimiz. Bunun adı olur sirkə turşusu. Mən nə bilim, tutam ki, çaxırın tərkibində etil spirti var. Məsələn, onu adlandırırlar çaxır spirti. Turşan bitkisi var, turşməzə belə bitkidir. Bir də quzuqulağı var, iri yarpaq, görmüş olarsınız. O quzuqulağı bitkisi var. Onların tərkibində bu dediyim oksalat turşusu var. Məsələn, bu oksalat turşusuna turşan turşusu adı, quzuqulağı turşusu adı, belə bir adlar verirlər də. Və bir kəşf elədikləri maddələr bu cür adlar verirlər. Sadəcə maddələr çoxaldıqca bu adların da bir sistemliliyi olmursa, insanların yadına qala bilmir axı. Yaşdan mən 3-4 dənə maddənin adını çəkdim. Amma sən düşün ki, minlərlə maddə kəşf elənir. Bunların bir sistemliliyi yoxdur. Nə gəlib belə adlar qoyulur.